Xoş gördük, hörmətli Qlaqkom izləyiciləri. Mən Əhməd Rəhmanov, Müstəqil Həmkarlar Birliyinin sədr müavini. Bugünkü verilişimizdə biz sizinlə yenə də əmək hüquqlarından danışacağıq. Bu bizim konstitusiyadır, Azərbaycan konstitusiyası. Və burada bizim hər birimizin bir vətəndaş kimi dövlətin bizim qarşısında olan hüquqları göstərilir. Gördüyünüz kimi bu nazi bir kitabdır. Hər birimizin biz bir vətəndaş kimi özlüyümüzdə, öz üstümüzdə dövlətin pasportunu gəzdiririk. Pasport nədir? Sualı verəndə pasport bizimlə bir insan kimi bizim və dövlət arasında olan müqavilənin bir göstəricisidir ki, biz hər hansı bir dövlətdə yaşayırıq, oranın pasportunu alırıqsa, o deməkdir ki, həmin dövlət bizim qarşımızda. Biz o dövlətin qanunlarına riayət eləməliyik, dövlət də göstərilən konstitusiyaya riayət etməli və bizim bir vətəndaş kimi istər sosial, istər yəni sağlamlığımızı qorumaq üçün təminat verməlidir. Son zamanlar yeni qanun qəbul olunub və bu qanunda göstərilir ki, gələn ildən artıq işləməyən şəxslər icbari tibbi sığortadan məhrum olacaqlar. Bununla bağlı biz studiyamıza yenə bir səhiyyə ekspertini dəvət edilmişik. Mərzə xanım Məmmədova, Səhiyyə Nazirliyinin ixtisaslı, mütəxəssis ekspertidir. Və ilk sualım Mərzə xanıma budur. Mərzə xanım, salam, xoş gəlmişsiniz studiyamıza. Mərzə xanım, ilk sualım budur. Sizin fikrinizcə bu proses necə gedəcək? Yəni, işsiz vətəndaşların icbari tibbi sığortadan məhrum olması gələcəkdə hansı fəsadları gətirib çıxarda bilər? Çox təşəkkür edirəm yenidən dəvətiniz üçün. Çox əslində aktual mövzudur və bu bir mənalı qarşılanmadı əhali tərəfindən bu xəbər. Mən düşünürəm ki, demokratik ölkədə ilk növbədə hansısa dəyişiklik edilməmişdən öncə əhalidə sorğu aparılmalıdır. Əhali arasında sorğu aparılsaydı, icbari tibbi sığortadan məmnunluq məsələn yığılırdı da. Bilirik ki, 5 il ərzində icbari tibbi sığorta xidmətlərindən məmnunluq siyahıları var ki, davamlı şəkildə hər il, hər ay vətəndaşlar tərəfindən həm iradlar, həm təkliflər verilmişdi. Bunların nəticəsi çıxarılaraq, yəni bir dəyişikliklər etmək düzgündür, amma bu şəkildə dəyişikliklər mən hesab edirəm ki, səhiyyəmizə, biraz səhiyyə sistemimizə xələl gətirə bilər. Niyə? Mən deməzdim ki, məhrum edilmədi. Bu bir növ əhaliyə qarşı tətbiq edilən hansısa bir belə deyim, məcburiyyətdir ki, işləməyən təbəqə artıq işləsin və işləməsə də belə 16 manat, səhv etmirəmsə, 16 AZN deməli, icbari tibbi sığorta haqqını ödəsinlər. Mən hesab edirəm ki, işləməyə cəlb edilmə prosesi bu şəkildə aparılmamalıdır. Yəni, əhalini işə sövq etmək üçün, motivasiya etmək üçün iş yaşı olan əhalidən, təbəqədən gedir söhbət. Bunu başqa mexanizmlərlə etmək olar. Hansısa imtiyazlarla, vergilər imtiyazları ilə və s. bir mexanizmlər. Müəssisələr tətbiq olunan imtiyazını deyilir. Müəssisələr yox, yəni biz işsizlərdən danışırıq. İşsizləri cəlb eləmək üçün işləməyə hansısa başqa yollar var. Yəni bu dəqiqə bildiyim qədər ancaq məşğulluq idarəsi, rəsmi dövlət tərəfindən məşğulluq idarəsi işə götürməyə qeydiyyat uçot aparır. Amma digər qurumdan mənim sözünü açıq bir xəbərim yoxdur. Mən düşünürəm ki, bu biraz da genişləndirilməlidir bu təşviqatda. Əhalinin, tutaq ki, bu qanunu tətbiq elədilər, bu qaydanı tətbiq elədilər və əhalinin işsiz təbəqəsi artıq işsiz ola-ola 16 manatı ödəməli oldu. Bu nəyə gətirib çıxardacaq? Yəni, ya müraciətlər azalacaq, icbari tibbi sığorta, yəni insanlar xəstə olsa da belə, əgər o məbləği verə bilməsələr, müraciətlər edə bilməyəcəklər. Bu da sonuçda onu gətirib çıxarda bilər ki, və mənim məlumatımca, bilməm sizdə necədir məlumat, yetərincə çoxdur işsizlər bizdə. Bəli. İşləyən təbəqə çox az faiz sayındadır.
Bu da ona gətirib çıxardacaq ki, müraciətlər azalacaq, insanlar öz sağlamlığının rifahına qalmayacaq. Yəni bayaqdan biz bu 5 il ərzində görürdük ki, artıq illərlə həkimə müraciət eləməyən təbəqələr də müraciət elirdi həkimə və heç olmasa müalicə ilə yanaşı da profilaktik tədbirlər görülürdü əhali arasında. İndi isə bu tədbirlər azala bilər və ən böyük 2 dənə dövlətin əsaslanacaq baza bir şey var da, belə deyək. Bu onun Dayağı var. Dayağı var, bəli, hərbidir, bir də səhiyyədir də. Yəni dövləti qoruyan qurumdur, bir də onun əhalinin sağlamlığıdır. Əgər biz sağlamlığımızın qeydinə qalmasaq, yəni hansı sağlam əhali olmasa, bu sonradan heç işsizlər də çoxalacaq. Yəni ki, işləyə bilməyən, əlilliyi çoxalacaq, sağlamlıq məhdudiyyəti çoxalacaq. Biz insanlar rəsmi səhiyyədən daha o alternativ yollara, o kənd biliclərin yanına qaçacaq. Məsələ ondan. Bəli, bunu bu dəqiqədə müşahidə edirik və bu daha da böyük bir necə deyək, yer alacaq. Sınıqçı, nə bilim, xalq təbabəti. Çöpçü, sınıqçı. Bunlar var, indi də var, amma bu biz səhiyyəni təşviq eləyiriksə, mən bir səhiyyə eksperti kimi əlbəttə ki, səhiyyəni təşviq eləyəcəm. Səhiyyə, belə deyək, təbabəti təşviq eləyir, rəsmi təbabəti, ənənəvi təbabəti. Burada inteqrativ təbabət də var, amma bu məsələnin əsas hissələridir. Yəni, bunlar rəsmidirlər, bunlar təsdiq olunmuş yanaşmalardır. Amma biz o digər sınıqçı və s. bunların, yəni o, mən deməzdim ki, o böyük bir hissə tutacaq, amma əsas mənim narahat olacağım bir məsələ odur ki, əhali həkimlərə sadəcə müraciət etməyəcək. Bu müraciətlərin sayı azalacaq. Bu da mənə görə gələcəkdə birinci, ikinci il yox olmasa da, növbəti illərimizdə çox böyük bizə ağır fəsadlarla üzləşəcəyik biz. Çox sağ olun bu sualın cavabına görə və bir sualım var. Keçən dəfə bizim bu verilişdə biz əsasən həkimlərin əmək hüququ ilə bağlı danışdıq və ondan sonra bizim redaksiyaya müraciətlər daxil olundu ki, nəyə görə məhz səhiyyə işçilərini siz həkimlərin hüququnla danışırsınız, amma orta və kiçik səhiyyə işçilərinin hüququ barədə bir söz demədiniz. Mən bununla bağlı sizə bir sual vermək istəyirəm. Bugün yenə deyirəm, o həkimlər ola bilər ki, hansısa bir xəstəyə baxmağa görə onlar bonus alırlar və yaxud əlavələr alırlar. Kiçik və orta tibb işçiləri həmin bu bonuslardan, əlavələrdən yararlanırmı? Çox gözəl sualdır. Əhməd bəy, sizdən bu keçən verilişimizdən sonra mənə də həddindən artıq çox müraciətlər oldu. Yəni həmkarlarım tərəfindən ki, Mərzə xanım, bu məsələni də xahiş edirik, səsləndirin. Nəinki orta tibbi personal, kiçik tibb personal, həm də inzibati işçilərin burada hüquqları pozulur. Yəni tibb müəssisəsində işləyən hər bir səhiyyə işçisinin rifahı düşünülməlidir, nəinki həkimlərin. Yəni sonucda məsələn, bu məsələ məni bir vətəndaş kimi düşündürür ki, niyə həkimlərin maaşı yalnız icbari tibbi sığortadan asılı olmalıdır? Bir sual yaranır məndə ki, niyə bizim əmək haqqımız digər işçilər kimi, tutaq ki, neft sektorunda işləyən işçi kimi, digər sektorda işləyən işçi kimi, niyə onun kimi bir dəfəli bizim əmək haqqımız formalaşmır ki, biz məcburiyyət qarşısında qalırıq ki, həvəsləndirici əlavə bizim əsas əmək haqqımızın hissəsini tutur. Niyə belə olmalıdır? Niyə olmalıdır? Çox maraqlandırıcı bir məsələdir və oradan da irəli gələrək işə götürənin üzərinə düşür ki, o istəyir verir sənə o bonusu, istəyir vermir. Yəni bu necə ola bilər? İşçi müqayisə eləyəndə bu ədalət prinsipini pozur mənə fikrimcə, nəinki mənim fikrimcə. Yəni elə İTS-in öz qanununda, qaydalarında da o qaydalar var ki, əlavələr təyin olunur. Orada elə böyük hərflərlə yazılır ki, ədalət prinsipləri filan və onlar mən düşünürəm ki, burada çox ciddi şəkildə pozulur. Biz indiki zamanədə bilirsiniz ki, bütün tibb müəssisələri artıq publik hüquqi şəxs statusunu almışdır və baxsaq ki, publik hüquqi şəxsin statusu nə verir ümumiyyətlə bu tibb müəssisəsinə? Ən maraqlısı odur. Ən çox kommentlər, xəstələr, pasiyentlər və izləyicilərimiz tərəfindən budur ki, qəbzdə əvvəllər indi qəbzdə o sözləri yığışdıblar ki, insanları qıcıqlandırmasınlar. Əvvəllər amma o xidmət qəbzində yazılırdı ki, tutalım həkimə gəlib 25 manat.
Yəni icbari tibbi sığorta bu xidmət haqqını 25 manat kimi qiymətləndirirdi və onlar düşünürdü ki, həkim elə o 25 manat alır. Biz artıq neçə ildir bunu danışandan sonra, izah edəndən sonra ki, yox, ay insanlar, bu 25 manat deyil bu həkimin oradan alacağı. Həkim cəmi 1 manat, 2 manat alır. O da asılıdır həmin müəssisənin statusundan. Yəni A kateqoriyadır, B kateqoriyadır, birinci səviyyədir, ikinci. Pasiyentlər bunu bilmirlər axı. Məsələn, Yəni müraciət edənlər bunu bilmir. Mən bilirəm ki, daha hətta elə səhiyyə ocaqları var ki, onların statusu bu günə qədər də təyin olunmayıb. Əlbəttə, təyin olunmayıb və ikili idarəetmə var. Yarısı təbibə tabedir, yarısı Səhiyyə Nazirliyinə tabedir. Hələ digər tabeçiliklər də var. Bakı Baş Səhiyyə İdarəsi. Bəli, yəni digər qurumların da öz səhiyyə müəssisələri var. Yəni buna görə də sual yaranırdı ki, yəni pasiyentlər də başa düşmürdü, hansı icbari ilə işləyir, hansı icbari ilə işləmir. Yəni bu da qəliz bir sual idi. Həkimi də axtarmaqda çətin çəkirdi. Xülasə, yəni o 25 manatın davasını eləyirdi pasiyent ki, bəs biz burada 25 manat ödəmişik və oradan o 1-2 manatı bəzən o həkim ala bilmirdi. Yəni tutaq ki, həkimi nəzərdə tutulur da bonusu o 1-2 manatdan. Sual yaranır, qalan 23 manat hara gedir? Ya, 23 manat hara gedir? Sizdə mənə sual, mənə də maraqlıdır ki, belə başa düşülür ki, bu 23 manat köçürülür, yəni orada vergilər və s. tutulmaq şərti ilə köçürülür müəssisəyə, publik hüquqi şəxsə. Əgər bu publik hüquqi şəxsə köçürülürsə, demək dövlət publik hüquqi şəxsə səlahiyyət verib ki, sən o qazandıqını ümumi qazancı paylaşdır. Yəni burada paylaşma haqqında da mən istəyərdim bir-iki kəlmə oxuyum ki, ümumiyyətlə necə işlər paylaşdırılmalı. Düzü, həmin o icbari tibbi sığorta təzə başlayan həkimlərə çox ümid verirdilər ki, həm publik hüquqi şəxs olandan sonra sizin yığdığınız ümumi məbləğdən siz bir pay, bir payçı kimi oradan da sizə nəsə gələcək, amma onun əlində danışılır, elə söhbət bağlandı. Bilirsiniz, Əhməd bəy, bizim bu verilişdən sonra mən görürəm dövlət qurumları tərəfindən çox saylı çıxışlar olur, pres konferanslar keçirilir. Tök olsun. Orada görürük ki, cavab verirlər ki, yox, bunlar hamısı var, həkimlər yüksək maaş alır. Görünür ki, yuxarılara aşağıdakı həkimlərin vəziyyəti tam çatdırılmır. Mən belə düşünə bilərəm. Çünki gündə həkimlər hər gün, hər getdiyim məkanda kim bu efiri görüb, görməyib, yəni həkimlər ancaq şikayət edirlər. Şikayət eləməyən həkim görməmişəm hələ ki. Və necə olur ki, əgər bunlar bu haqda danışırlarsa və müraciət edirlərsə bizə ki, işıqlandırın, çox xahiş edirik. Necə olur ki, deyilir ki, yox, yüksəkdir, əladır hər şey. Biz sizinlə keçən dəfə o həkimlərdən danışdıq. Gəlin bir baza deyirəm, orta və bəli, aşağı. mən elə ona gəlmək istəyirəm. Deməli, dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında qanun var. Yəni Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı var. Bu qərardan deməli 1.4-cü bəndində nə deyilir? Müəssisənin saxlanılması xərcləri və fəaliyyəti müvafiq olaraq Azərbaycan Respublikasının dövlət büdcəsi və ya yerli büdcə, deməli burada sadalanır ki, Naxçıvan Muxtar Respublikası və s. Sonra büdcədən kənar vəsaitlər, könüllü və icbari tibbi sığorta sistemindən daxil olan vəsaitlər, hüquqi və fiziki şəxslərin gəlirlərindən könüllü ayrılmalar, hüquqi və fiziki şəxslərin iyanələri və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. Bu nə deməkdir? Bu yəni o deməkdir yəni ki, burada icbari tibbi sığortadan gələn məvacib bir hissəsini tutur, bir hissəsini. Yaxşı, ikinci qanun. Yerdə qalan hissəni müəssisə özü istədiyi vaxt gedib kiminləsə müqavilə bağlayıb hansı bir iş görə bilər. Elə çıxır o. Yerdə qalan hissəni müəssisənin digər gəlirlərindən formalaşır. Yəni müəssisə hansısa tutaq ki, iş apara bilər, kimdənsə siz dediyiniz kimi müqavilə bağlaya bilər. İstənilən şəkildə səlahiyyət verilmişdir publik hüquqi şəxsə və o səlahiyyət çərçivəsində o öz belə deyək, büdcəsini artırmağa hüququ var. Digər tərəfdən oxuyuruq növbəti bir qanunvericilər. Deməli, qanun deyəndə ki, vergilər.az səhifəsində bir məqalədir. Publik hüquqi şəxsin sərəncamından qalan vəsaitlər istifadə qaydası. Yəni, burada tutaq ki, o paylaşdırdı əmək haqqını. Mən burada xüsusilə istəyirəm bunu oxuyum.
Və bu ki paylaşdırılandan sonra bu vəsaitin işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərdə xərclənir. xahiş edirəm bunu biraz bəkdən deyim ki, yaxşı eşitsinlər. İşçilərin kollektiv və fərdi qaydada mükafatlandırılmasına, işçilərin vəzifə maaşlarına əlavələrin verilməsinə, işçilərə maddi yardımın göstərilməsinə, işçilərə məzuniyyət haqlarının və ezamiyə xərclərinin ödənilməsinə. Yəni burada bir çox sadalanan hissələr var. Eləcə də yazılıb ki, publik hüquqi şəxsin təbeliyində olan qurumların maddi texniki bazasının möhkəmləndirilməsi və elmi texniki potensialının artırılması məqsədi ilə hansı da vəsaitlər hara xərclənə bilər? Malların, işlərin və xidmətlərin alınmasına, işçilərin əlavə təhsil almasına. İndi sual yaranır ki, əslində Olunurmu? 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 Əsas olunurmu? Deməli, bilirsiniz ki, qeyri-tibb sektorundan başqa digər sektorlarda, eləcə də məsələn kommersiya qurumlarında işçilərə bonus sistemi tətbiq olunur. Tutalım, satış meneceridir, ona bonuslar verilə bilər ki, sən yaxşı bu ay satış elədin, sənin əmək haqqına bu qədər mükafat. Və bu KPI sistemidir, yəni hər ay, hər il bu yığılır və pul şəklində, mükafat şəklində və yaxud digər bayaq sadaladıqda bu təhsilinə yönəldilə bilər, əlavə şirkət onun rifahını düşünür, sığortası və s. buna yönəldilə bilər. Amma bu KPI sistemi niyə publik hüquqi şəxsdə tətbiq edilmir? Niyə publik hüquqi şəxsdə işləyən orta, kiçik, tibbi personal, digər səhiyyə işçiləri, yəni dediyim kimi inzibati işçilər bundan yararlana bilmirlər. Onlara qayıdıb deyirlər ki, yox, İTS ancaq həkimlərə aiddir. Bu həm işçilərin də həkimlərə qarşı da belə deyək narazıçılığına səbəb olur. Ümumiyyətlə bu qeyri-bərabərsiz, bərabər olmayan yanaşmaya səbəb olur müəssisədə. Belə deyək, konfliktə səbəb olur. Belə deyil axı. Əslində burada açıq-aşkar yazılıb. Vəzifə maaşına əlavə aşağıdakı günlər üçün hesablanmır. Yəni burada o hesablanmayan günlər var və burada qaydalar göstərilib ki, nə cür ümumiyyətlə hesablayıb verilməlidir mükafatlar. Hər şey yazılıb, yəni qanunvericilikdə də var. Gördüyünüz kimi publik hüquqi şəxsin də belə deyək qaydalar Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Bu qaydalar nə vaxt qəbul olunub? Mən məqalənin tarixini deyə bilərəm sizə. Məqalə 2020-ci ildir. Qaydalar 2016-cı ildən var. Bu məqalədə 22 yanvar 20-ci ildə. Hə, 20-ci ildə. Yəni hər bir halda 20-ci ildə artıq bu qanun var idi. Bəli, bəli. Üstəgəl, publik hüquqi şəxsin boynuna qoyur ki, mən yenə o qaydalara qayıtmaq istəyirəm ki, orada nə deyir ki, bu məlumatlar, baxın, müəssisə öz fəaliyyəti barədə ictimai informasiya əldə etmək haqqında Azərbaycan Respublikası qanunu ilə müəyyən edilmiş qaydada məlumatlandırır. Yəni, müəssisə öz gəlirlərini açıqlamalıdır, şəffaf olmalıdır. Görmüsünüzmü ki, müəssisə öz gəlirlərini açıqlasın? Vallahi, bu gün hətta daha deyir o müəssisələrə rəsmi müraciət verəndə cavab vermirlər, o ki, qaldı ki... Yəni, mən hesab edirəm ki, sizin sualınıza az qısa da olsa cavab verdim ki, düşünürəm ki, bu müəssisə rəhbərlər tərəfindən icra olunmalıdır. Bir çox müəssisələrdə bu, yox, yuxarıdan icazə vermirlər, güya belə bir yönləndirmə edirlər ki, işçilər müraciət eləyəndə işçiləri bu şəkildə yola salırlar ki, yox, yuxarıdan icazə yoxdur, ancaq budur. Yəni, sizin işçilər sual verir ki, bizim bu qədər qazanc var da, gündə nə qədər pasiyent gəlir. Yəni, bu işçi də oradan hansısa bonuslar görməlidir. Bu bonuslar tək ildə bir dəfə, iki dəfə olmalı deyil, axı, bu hamıya bərabər paylanmalıdır. Əlbəttə ki, həkimin maaşı, həkimin ali təhsilini nəzərə alaraq orada daha çox əlavələr, həvəsləndirici əlavələr olur. Amma digər işçilər də bu əlavələrdən faydalanmalıdır. Yəni sizin dediyinizdən mən belə və izləyicilər, yəni mən bilən çox gözəl başa düşdü ki, yəni kiçik və orta tip işçilərinin həmin o əlavələri öz rəhbərlikləri, yəni yerli idarə etmə orqanları tərəfindən və onlar tərəfindən tənzimlənməlidir. Yəni bir mənalı. Yəni onlar tərəfindən tənzimlənməlidir. İTS-də də var bu əlavələr, o qaydalarda da yazılıb. Amma gördüyümüz kimi İTS-in qaydaları ola bilər kimi
yanaşılır, yəni mütləq şəkil Hə, daşımır və buna görə də hərc-mərclik yaranıb, ayrı-seçkilik yaranıb, həkimlər gedir məhkəmələrə müraciət edirlər, həmkarlara, məhkəmələrə. Niyə belə olmalıdır ki, bu qaydalar dəqiq yazılmalıdır. Bir müəssisədə həkimi göz çıxdıma salıb, gün verib işıq vermirlər, əmək funksiyasını məhdudlaşdırırlar. Digər müəssisədə rahat verilir, tutalım. O da rəhbərlikdən asılı olur da. Yəni niyə işçi rəhbərlikdən asılı olmalıdır? Bu sual, bu qaydalar bir yazılmalıdır. Yəni burada nizamnamə qaydalar stabil olmalıdır. Hər bir vətəndaş bilməlidir ki, ümumiyyətlə onun işçi nəyə niyə hüququ çatır bəli, və onun borcu nədir? işçi ümumiyyətlə işlədiyi müəssisənin nizamnaməsindən niyə xəbərdar deyil ki, niyə bu açıq informasiya deyil? Niyə bu gizlədilir? Belədir. Mən burada üzümü tuturan vətəndaşlara yenə deyirəm, əmək hüquqları bu sizin müqəddəs borcunuzdur. Bu sizin müqəddəs hüququnuzdur. Hər bir elə düşünməyin ki, bu tək sizin, xeyr, bu sizin gələcək nəsillərə, sizin övladınızın hüququdur. Yəni sizin əmək hüququ sizin övladınızın hüququdur. Və bu Mərziyə xanıma çox minnətdarlığımı bildirmək istəyirəm bu suallara görə. Əgər özündəsə bir sözü varsa buyursun xanım. Mən düşünürəm ki, Əhməd bəy, biz istəkləri və təklifləri, iradları nəzərə alaraq bir düşünülmüş, yəni əhalinin rifahını düşünülmüş şəkildə bir təkliflər hazırlayıb təqdim edə bilərik və təkliflər planı. Bəli, bu studiyadan da istifadə edərək, yəni mən müraciət eləmək istəyirəm bizim izləyicilərə ki, bizə müraciət eləyə bilərsiniz. Biz bu təklifləri hazırlayıb çalışacağıq ki, yönləndirək aidiyyəti orqanlara ki, həm mən düşünürəm ki, istənilən belə deyək, sığorta haqqı ödəyən əhali, məsələn mən bir neçə iş yerində işləyirəm və hamısından da deməli icbari sığorta haqqını ödəyirəm. Əgər mən ödəyirəmsə, mən bilirəm, həkim olaraq bilirəm ki, mənim o sığorta haqqım nəinki mənə tək, həmçinin istifadə edilir təcili tibbi yardıma müraciət edən, acil təcili vəziyyətlərdə. Əhalinin bir hissəsi var ki, o yaşlıdır, artıq işləmir, məsələn pensiya yaşında və yaxud əlillik, sağlamlıq imkanları məhdud olan əhaliyə. Bir də uşaqlardır. Yəni bizdən tutulan onlara xərclənməlidir. Bir hissəsi onların deməli sağlamlığın qorunması üçün istifadə olunur, bir hissəsi də mənim. İndi inşallah Allah Taala bizə can sağlığı versin hamımıza. Amma biz xəstələnsək və yaxud hansı xidmətdən istifadə eləsək, o hissəsi oradan tutulur. Amma işsizlərdə bu başqa cürə formalaşır. Necə formalaşır? Bunu düşünmək lazımdır və işsizlərin hansı hissəsini işə təşviq eləmək, yəni motivasiya eləmək ki, onlar işləsin. Tək motivasiya ilə deyil. Siz burada motivasiya deyil. Məsələn, əvvəla iş yeri yoxdur, bu bir. İkinci, stabil, yəni hər hansı bir vətəndaşdan stabil o deyilən 16 manat hansı ödənişdir. Onu tutmaq mexanizmi mənə bir balaca çatmır. Çünki əgər mənim imkanım olsa, mən gedib işləyib qardıma çörək qazanaram və yaxud da o stabil, yenə deyirəm, bu işıq pulu deyir ki, deyim ki, işıq kesildi, mən gəlib ödəməliyəm. Yox, bu. Amma vətəndaş bunu ödəmək, o qrafiki mənə bir balaca çatmır. Görürük, yəqin ki, ilin sonuna qədər nəsə bir, bu barədə nəsə bir qrafik, nəsə bir plan hazırlayacaq. Biraz dissonans yaranır ki, son olaraq deyim. Çünki dünya artıq pensiya yaşının, insanların sağlamlığı ki, daha da yaxşılaşıb, diaqnostika yaxşılaşıb, uzun ömürlük yaranıb. İnsanların pensiya yaşını uzadırlar da, yəni daha gec pensiyaya çıxırlar. Bu bir tərəfdən tətbiq olunur. Azərbaycanda isə biz görürük ki, işsizləri məhrum edirlər. Yəni məhrum deyəndə ki, icbari sığortanı öz boyunlarına qoyurlar, öz təşəbbüsü ilə gedə bilər həkimə, ya getməyə bilər. Bu da o deməkdir ki, kiminsə imkanı yoxsa gedə bilməyəcək həkimə, süni şəkildə məhdudlaşdırılır. Bu da ona gətirib çıxardacaq ki, yenə də biz xəstə əhalini daha çox görəcəyik. Yəni səhiyyə problemlərimiz azalmaqdan biraz da çoxalacaq. Bir 5 ildən sonra mən Bakı küçələrində o bəzi filmlərdə göstərirlər, o Afrikada olan o evsizlər. Yox, evsizlər yox. Mən evsizlər deməzdim, o nədir o olur, nədir o xalq təbabəti ilə məşğul olanlar da müxtəlif şarlatanlar, nə sümü ilə müalicə eləyənlər, nə eləyənlərin sayı getdikcə mən bilən çoxalacaq. Nəysə, deyir, ümidimiz gələcəyə, deyir, baxa görə başımızın sonuna nə gələcək. Hörmətli izləyicilər, mən bir daha təkrar etmək istəyirəm.
əmək hüquqlarınızı qoruyun. Bacarırsınız, özünüzü qoruyun. Bacarmırsınızsa, qeyri-dövlət təşkilatları var, hüquq müdafiəçiləri var. Elə mən elə özüm, yəni müstəqil Həmkarlar Birliyi kimi sizə təklif edirəm ki, sizin əgər müəssisədə işləyirsinizsə, sizin müəssisədə olan Həmkarlar Komitəsi var və uzun müddət bir istehlakçı kimi siz ora pul ödeyirsiniz və ödədiyiniz pulun müqabilində gedib onları belə bizim xalq dilində deyək, gedib yaxasından yapışıb istədiyiniz hüququnuzu onlardan tələb edə bilərsiniz ki, onlar onu yerinə yetirsinlər. Bu qədər. Çox sağ olun diqqətinizə görə. Mərcə xanım, sizə çox sağ olun bizim dəvətimizi qəbul etdiyinizə görə. Abunə olun bizə.